Efirimizin qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri hörmətli Fərəc Quliyevdir. Xoş gördük Fərəc bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük bəy, sağ olun, necəsiniz? Təşəkkürümüzü bildiririk, dəvətimizi qəbul edib iştirak elədiyinizə görə bir daha minnətdarlığımızı bildiririk hörmətli Fərəc bəy. Əziz tamaşaçılar, indi baxıram qısa zamanda çox saylı tamaşaçımız qoşulub yayımımıza. Hər birinizə təşəkkürümüzü bildiririk aktivliyiniz üçün, dəstəyiniz üçün. İzləyən hər kəsdən mən xahiş edirəm, yayım zamanı aktiv olaq. İndi izləyən hər kəs yayımı bəyənsin, paylaşsın və şərh bölməsində sizi maraqlandıran xüsusi suallar və yaxud da şərhləriniz varsa, hörmətli Fərəc bəyə canlı şərh bölməsində ünvanlaya bilərsiniz. Fərəc bəy, təbii ki, bu baş verən hadisələr, eyni zamanda mən Türkiyə mediasını da yaxından izləyirəm. Bu cür artıq ritorika artmağa başlayıb, danışılmağa başlayıb bu məsələlər. Türkiyə və İran qarşı-qarşıya mı gəlir? Bilirsiniz, bugünkü məsələ deyil əslində. İran bütün məsələlərdə Türkiyənin söz sahibi olmasına qısqanc yanaşıbdır və Azərbaycan da daxil Türk dünyasının yıpranmasında, zəif olmasında həmişə maraqlı olub. Onların institutlaşmış bir siyasətidir. Ona görə bugün məsələlər bir başqa formada üzə çıxsa da mahiyyət dəyişməyibdir. PKK-la mübarizə dönəmində dəfələrlə olmuşdu ki, Türkiyə tərəfi PKK-nı sıxışdıranda, hətta onların yüksək rütbəli zabitlərini yaralayanda, onlar manevrli İran ərazisini keçirdilər və hətta Tehranda belə müalicə alırlar. Ən yüksək rütbəli PKK deməli görevliləri. Dəfələrlə onlara xəbərdarlıq olundu. Mən xatırlayıram ki, bir dəfə də Türkiyənin baş qərargah rəisi səviyyəsində bildirilmişdi ki, bir daha İran ərazisindən ərazimizə PEJAK, yəni PKK-nın bir qolu daxil olacaqsa, biz İran ərazisində onların yuvalarını vurmaq məcburiyyətində qalacaq. Bundan əlavə Azərbaycan ərazilərində, İran daxilində olan Azərbaycan ərazilərində söhbət gedir, Azərbaycan ostonlarında, xüsusən Urmiya ərazilərində PKK-ya yuvalar tikmək, ora Kürdləri, xüsusən silahlı Kürdləri köçürtmək, məskunlaşdırmaq, Azərbaycan türklərini çıxarmaq, o sərhəddə bir bufer Kürd dövlətinin bir parçasını qurmaq projesi də var idi. Və ardıcıl olaraq onlar buna nail olmaq ki, demografik, hətta orada bəzi məsələlərdə demografik tərkib belə dəyişə bildirək. Yəni bu təkcə Azərbaycanın ərazilərində başqa bir milləti yerləşdirmək və Azərbaycan sözünü aradan aparmaq yox, həm də Türkiyə təhdid yaratmaq anlamında qəbul olunmalıydı. Və bayaq siz fikrinizi müqəddimə əsasında toxundunuz, müəyyən məsələlərdə, müəyyən yerlərdə Türkiyənin işlərinə badalaq vurmaq. Suriyanın özündə ən çox Türkiyənin qarşıya qoyduğu yol xəritəsində maneçiliklər İran tərəfindən törədilir. İndi son vaxtlar oyuncuların bir çoxu aradan çıxmasına baxmayaraq, İran milisləri ki deyirlər, onlar mütəmadi olaraq da qarşılıqlar yaradırlar və xüsusən də son dönəmdə biz sizlə keçən görüşdə də bu haqda bir toxunluq danışdıq. Rusiya vəziyyəti dəyişmək istədiyi, biraz da Trumpdan deyək ki, qaynaqlanan əhval-ruhiyyə yüksəldiyin altında Suriyada yenidən vəziyyət dəyişmək üçün orada olan proksi qüvvələrinə bir işarə verdi ki, fəallaşır və İranları da onlarla bərabər fəallaşmağa başladılar. Bugün əslində Suriyada baş verən qarşılığın əsas müəllifi ilə İranın və Rusiya ikisi birlikdə də başqaları deyillər. Bu savaşın içərisində, bu qlobal böyük mövqe savaşları içərisində İran başqa cinahlardan da hücum eləməyə davam edir. Siz yer verin, bayaq onu toxundunuz. Zəngəzur məsələsindən bağlı olaraq atdıqları addımlar da burada nəzər almaq mümkündür. Onlar burada hətta özlərinin təkcə iqtisadi mənafeləri deyil, təbii ki, siyasi mənafeləri baxımından daha çox canfəşanlıq edirlər və çalışırlar ki, Türk dünyasının burada böyük bir körpüsünü bağlasınlar. Necə deyirlər, Türk dünyasının boğazını qara əllərindən sıxsınlar. Əslində, bu məsələdə bir çox onlara dəstək verən təbii ki, dövlətlər də vardı, müəyyən mənalarda, müəyyən məqamlarda onların istəkləri üstə düşür, amma İran burada daha çox canfəşanlıq edən kimi görünür. İndi biraz keçmişə, yaxın keçmişə baxanda onların Qarabağ savaşında elədikləri hərəkətlər də təbii ki, heç kim tərəfindən unudulmuyubdur. Savaşdan sonra dərhal Zəngəzurda gəlib tələm-tələsik bir konsulluq açma məsələsində bura əlavə edəcək. Yəni, bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkiyə birlikdə hansı layihəni həyata keçirməyə çalışırlarsa, İran bu məsələlərdə onlara mane olmağa çalışır. Amma
Siz o sözünüzün sonunda bir yaxşı da məsələ qoydunuz ki, bu heç bacarmazlar, bir şey də elə bilməyəcəklər. Bu yaxınlarda hörmətli Hakan Fidan tərəfindən də bir fikir söylənmişdi ki, əgər siz müəyyən dəstələrlə Suriyada, başqa yerlərdə bu işlərə maneçilik törədəcəksinizsə, İran daxilində də eynən deməli fəallaşmalar ola bilər və o dolayısıyla işarə eləmək istəyirdi ki, türklərlə əgər siz bu cür davranacaqsınızsa, Azərbaycan türkləri də məsələlərə laqeyd qalmaz. Özü bir mühüm bir mesajdır. Və əlbəttə ki, müəyyən qlobal məsələlərə baxışlar olsun, müəyyən savaşlara baxışlar olsun, yeni dünya düzənində qaydaların yaradılması olsun. Türkiyə hansı məsələnin altına əl qoyursa, İran fərqli yanaşır məsələləri. Azərbaycan tərəfi indi son vaxtlar güya ki, İran tərəfi Azərbaycanla biraz münasibətləri yumuşalmış kimi göstərməyə çalışsa da, mütəmadi olaraq altyapıda Azərbaycana mane olur. Elə siz dediniz, bayaq dediniz kimi, Zəngəzur məsələsi bu gün prinsipal məsələlərdən birisidir. Əslində, bölgədə sabitliyin qarantından birisi iqtisadi faydalılıqdır. Qazan-qazan prinsipi ilə, əgər Zəngəzur dəhlizi işləyərsə, bölgə dövlətlər həm qazanarlar, həm sabitlik olar, investisiya qoyulan yerdə, həm də ümumiyyətlə sabitlik üçün, barış üçün iqtisadi deməli, əlaqələrin yaranması, ticarətin yaranması mühüm faktordur. Ən gözəl sığorta, müharibədən sığortalanma sistemi budur. Amma bu bölgədə nə yazılar olsun ki, İran tərəfi onu istəmir və ardıcıl olaraq fəaliyyət göstərir. Deməli, hörmətli Fərəc bəy, bilirsiniz əsas sual həm də nədir? İndiki məqamda, xüsusilə Tehranın gələcəyi üçün nələrin baş verməsini ehtimal eləmək olduqca çətindir. Bu günlərdə Donald Trump'ın məktubu da Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə Tehrana çatdırılıb, Xameneiyə çatdırılıb. Ondan sonra İranda da başladılar ki, Amerikanın təklifləri İranda daxili çaxnaşmanı güclənməsinə gətirib çıxaracaq və s. və laxır. Ancaq məğzi ilə bağlı açıqlama verən yoxdur hələ ki. Bu məsələnin digər tərəfi. Ancaq bu halda belə, yenə də Azərbaycan və Türkiyəni unutmamaq, İranın gələcək taleyi şübhə altındadır. Belə bir məqamda Azərbaycan və Türkiyəyə qarşı dostluq etmək daha faydalı olar İran üçün, nəinki düşmənçilik eləmək. Bilirsiniz, bıçaq artıq sümüyə dirənib. Azərbaycan və Türkiyənin də səbrinin bir həddi var, hüdudu var. Yəni bu qədər irəli getməklə, hörmətli Hakan Fidan'a misal üçün start gətirdiniz, məni də bir qədər qabaqladınız. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan uzun illər MİT-ə başkanlıq eləmiş şəxsdir və təbii ki, dövlətin içərisində nələrin baş verdiyi ilə bağlı ən dəqiq məlumatlara sahib, kəşfiyyat məlumatlarına sahib şəxslərdən biridir. Onun İranla bağlı açıq müstəvidə mesaj verməsi təbii ki, sadə bir proses deyil. Belə olduğu təqdirdə İranın nə vadar eləyə bilər ki, belə bir məqamda belə Azərbaycan və Türkiyəni qarşısına alsın? İran imperiyası mütəmadi olaraq nümayiş elətdiribdir ki, o güclü bir Azərbaycan istəmir, ümumiyyətlə Azərbaycan dövlətinin olması istəmir. Hətta açıq şəkildə ərazilərimizə iddialar da edirdilər də, xatırlayırsınızsa, müəyyən şəhərlərimiz adını çəkirdilər falan. Türk dünyasına qarşı ardıcıl mübarizə aparıbdılar. İran ərazisində, indiki İran imperiyası ərazisində Azərbaycan adlarını aradan aparmaq üçün müxtəlif tədbirlər görübdülər. Ostanların adlarını dəyişmək olsun, şəhərlərin adlarını dəyişmək olsun, tarixi abidələrin dağıdılması olsun, dilimizin olan münasibəti ortadadır təbii ki. Və Türkiyə olan münasibətdə təbii ki, İran mütəmadi olaraq o qüvvələrlə əməkdaşlıq edir ki, şər üç bucağında yer tutur. İran əsas əməkdaşlıq elədikləri kimlərdir? Rusiyadır, Çindir. Yəni, bütün dünya hansı səmtə gedirsə, bunlar badalaq siyasəti yürüdülər və destabilizasiya yolunda olurlar. Və əslində Türkiyə və Azərbaycanın özünün İslam dünyasında hörməti kifayət qədər yüksəkdir. Və bu dövlətlərlə də münasibətlərdə biz səmimi və qarşılıqlı anlaşma yarada həm də İsraillə, başqa dövlətlərlə də təbii ki, normal münasibətlər saxlayır. Amma İran nə edir? İran proksi qüvvələrlə İslam dünyasını terrorist dövlətlər səviyyəsinə gətirib çıxarıbdır. Livanda, Fələstində, başqa yerlərdə saxladığı proksi qüvvələr, Yəməndə olsun, hansı işləri görür? Terror qrupları yaradır, İslamı gözdən salır və bunu bir ayrımçı bir din kimi təqdim etməyə çalışır. Ona görə o qədər ifrata vardılar ki, artıq ərəb dövlətləri bir vaxtları güya İranın İslamcı çağırışlarına aldananlar olsa da bəzi dövlətlər, artıq son vaxtlar heç biri üzvü Tehrana tutmur. Yəni, İslamın müdafiəsi olaraq da, İslam dövlətlərinin, ərəb dövlətlərdə xüsusi olaraq müdafiə olaraq Ankara'ya bunlar daha çox
Və bu da İranı qısqandıran məsələlərdən, mühüm faktorlardan biridir. O, İran istəmir ki, Türkiyə İslam dünyasında lider dövlət kimi görünsün. Çünki bu siyasi nüfuz həm gələcəkdə iqtisadi nüfuza təsir edib, bölgə lideri kimi və dünyanın böyük hissəsində yaşayan ən böyük İslam deyək ki, xalqları, dövlətləri və həm də ən qazanclı, gəlirli yerlərdə olan bu dövlətlərin birbaşa Türkiyəyə bağlılığı, səmimi münasibətləri, qarşılıq fayda vermələri qətiyyən onu qane eləmir. Və əslində indi Afrikanın şimalında xüsusən, Orta Asiyada, Yaxın Asiyada İran bütün mövqeləri uduzandan sonra yalnız Rusiya ilə baş-başa, yan-yana çalışır ki, müəyyən işləri görsün. Və siz sualı belə qoyursunuz, bunlar anlamırlarmı bu məsələlərdə Azərbaycanla Türkiyənin bir yerdə olmaq fayda verir? Hansı faydalardan söhbət gedir? Təbii fayda verir. Cəmiyyətin inkişafı, demokratikləşmə, iqtisadi açılımlar, logistik imkanların yaxşılaşması, millətin tali ilə bağlı olan bir çox məsələlərin həll olması, qarşılıq faydalı əməkdaşlıq. Amma o bütün bunların üzərindən bir məsələ ilə bağlı olaraq xətt çəkir. Siyasi istəklərlə bağlı olaraq. Onun siyasi istəkləri, ambisiyaları bütün bunların üzərindən xətt çəkir. Onlar nə xalqın rifahını düşünürlər, orada olan İran imperiyası tərkibində yaşayan bir çox xalqlardan söhbət gedir. Onları yalnız bir şey düşündürür. Azərbaycan, türklər, türk dünyası zəif olsun. Çünki onların güclü olması, İran imperiyasında milli çoxluq olan Azərbaycan türklərinin sabahki oyanışına səbəb ola bilər, imperiyanın sonu gəlib çata bilər və bu bir ciddi sütunu ola bilər və günün birində güclü dövlətlər, türk dövlətləri İrana qulaq vurması verə bilərlər. Necə ki, artıq Hakan Fidan səviyyəsində o qulaq vurma verildi. Yəni, ifadə olundu ki, biraz özünü yığışdırmamız lazımdır və bundan sonra da daxildə artıq, mən deyim ki, İranda vəziyyət o qədər də zaten yaxşı deyildi və İrandakı Azərbaycan türkləri görəndən sonra ki, bir tərəfdən İranın iki prezidenti milli üslubda bəzi göstəri olsa belə davranışları vardı. Bir tərəfdən Türkiyədən olan bu münasibət falan xeyli vəziyyətdə özgüvən məsələsi dəyişikdir, yaxşılığa doğru dəyişməyə başlayıbdır. İndi o başqa məsələdir ki, biz İran prezidenti nədən bu ifadələri işlədir, nədən istifa vermək istəyir və yaxud da onu qoymurlar, nədən dilini işlədir və qoymurlar, o başqa məsələ. Ümumi olaraq, mənzəri olaraq da, yəni İran imperiyasının sarsıdan amillərdən birisi də Türk dünyasının güclənməsi. Türkiyə güclü olmasaydı, Hakan Fidan o ifadəni işlədə bilməzdi ki. Türkiyə artıq bir çox maneələri aşandan sonra, xüsusən mavi vətən deyilən sularda üstünlüyü əldə edəndən sonra, Orta Asiyada, Yaxın Şərqdə söz sahibi olandan sonra, Suriyada xüsusən çox böyük əhəmiyyətli iş görəndən sonra, Rusiya-Ukrayna müharibəsində imicini daha da yaxşılaşdırılandan sonra İran fikirləşir ki, belə bir güclü dövlət olacaqsa bölgədə, həm mən bir ümmətçi davranışına saxta İslam liderliyini əlində saxlaya bilməyəcəm, həm bölgədə mənfəətlər əlindən çıxa bilər. Zəngəzur dəhlizindən bağlı düşünülür ki, Zəngəzur dəhlizi işə düşərsə, Avropa ilə Asiyanı birləşdirən bu boğazdan Türkiyə, Azərbaycan qazancı çıxacaqdılar. Siyasi mənada biri-birinə Türk dünyasının birləşməsi olacaqdır. Mənim ərazimdən indi yüzlərlə, minlərlə tır keçirsə o qazancı mən götürməyəcəm falan. Həm iqtisadi, həm siyasi, həm başqa mənada itkilərimi nəzərə alaraq nə olursa olsun, mən onlarla əməkdaşlıq edib, onların gücdən düşməsinə çalışmalıyam. 44 günlük savaşdan əvvəl də o müharibə ərəfəsində də onlar Azərbaycan qarşı niyə o cür davranırdılar? Xatırlayırsınız o zaman Xankəndidə erməni maşınları yanacaq daşımaqları, onların təlimatçılarını da raketlər idarə etməklə bağlı olaraq təlim keçmələri, müharibə zamanı Zənciranda bizə mane olmaqları, ordumuzun qabağını ləngitməkləri, narkoticarət, hələ bu gün özündə də o narkoticarətlə bağlı fantastik deməli cinayətlərə atılır Azərbaycana qarşı. Elə mən buradan sizin deməli efirdən istifadə edib müvafiq strukturlarda bir daha müraciət eləmək istəyirəm ki, İranın bu səviyyədə Azərbaycana narkotik daşımaları, burada insanları zəhərləmələrə qarşı daha da intensiv şəkildə mübarizə aparmaq, onların buradakı şəbəkələrini darmadağın etmək lazım. Mən təbii bu yolda mübarizə aparan Azərbaycan polisinə, Daxiliyyə Nazirliyinə, İltəhsis xidmətinə təşəkkür edirəm. Hər gün televiziyada eşidirik. Kiloqramlarla, 10 kiloqramlarla, daha böyük rəqəmlərlə Azərbaycana bunlar bu zəhəri
uşaqlarımıza, gənclərimizə gətirirlər. Yəni söhbət nədən gedir? Bunlar bütün mənalarda Azərbaycan türkləri olsun, Anadolu türkləri olsun, Türk dünyasına qarşı düşmən kəsiklər. Bu bunların oturuşmuş siyasətdir. Heç kim özünü aldatmasın ki, İranla böyle yüngül bir söhbətimiz oldusa bu dəyişəcəkdir, dəyişməyəcəkdir. Onların imkanı olan kimi bizə ən ağır zərbəni vurmağa çalışacaqlar. Hərbi sahədə də, iqtisadi sahədə də, sosial sahədə də, başqa sahələrdə Azərbaycan daxilində şəbəkələnmələrlə də. İndi bu qlobal məsələlərdə də mən bir məsələyə izninizlə toxunmaq istəyirəm. İranın vəziyyəti belədir ki, indi o qonşulardakı dövlətlərin ya onun əlinin altında oyuncaq kimi olması istəyir, ya çox zəif olması istəyir. Və ən azından Amerika Birləşmiş Ştatları ilə, Türkiyə ilə, İsrail ilə yaxşı münasibətdə olmasını istəmir. Çünki sabah bir savaş çıxarsa İran ərazisində ehtiyat edir ki, bu dövlətlərin ərazisini tərkib edir. Bu baxımdan da müəyyən şüarlar ortaya atıldı. Xatırlayırsınızsa, xeyli əvvəl o danışırdı ki, Azərbaycan ərazisində İsrailin bazaları vardı. Bizim prezident sonra dışların birində göstərdi ki, baxın bu boş ərazilər də burada nə bazadan söhbət gedə bilir. Gəldi Araz kənarında bir təlim güya keçdilər falan, bir tankları açdı, bir-birini vurdular, neynədən, heç bilmədən neynədən qalib getdi. Azərbaycan da onlara bir cavab verdi, öz təlimlərinə falan. Yəni, bunların məqsədləri Azərbaycanı müttəfiqsizləşdirmək, Türkiyəni müttəfiqsizləşdirmək, özünün xoşu gəlməyən, yəni düşmənçilə dövlətlərlə Azərbaycanın, Türkiyənin yaxın olmasına mane olmaq ki, bu absurd bir şeydir. Yəni, onlar uzun illər, uzun müddət Azərbaycan qarşısında təsvirlər edirlər ki, məsələn, İsrailin içində niyə səfirliyi var? Və yaxud da ki, niyə yaxın münasibətlər saxlayırsınız? İsrail dövləti bütün hallarda, bütün məqamlarda, bütün dövrlərdə təməndan sonra Azərbaycanın xoş münasibətlər saxlayıbdır və Azərbaycanda yaşayan Yahudilərə də bizim münasibətlərimiz aydındır. Sən əgər oradan basıb gəlib Azərbaycanda Yahudiləri terror eləmək istəyirsən, adamların tutulursa, sənin deməli baxışın tamam başqa bir faşist baxışın vardır. Biz tolerant bir dövlətik. Sinagoglar, məscidlər, kilsələr bərabər çalışırlarsa, biz sənə fitvanla, sənin dediyinlə oturtdurmayacaqsın. Biz müstəqil bir dövlətik. İstəyirsən bizə münasibət saxla, istəmirsən saxlama. Zaten mən məsəl üçün məhvəlidə türklük dayanan bütün Azərbaycançı camiəsinə aidən, hesab edirəm, siz də olsunuz. Biz zaten İranı imperiya kimi tanıyırıq və qəbullanmırıq statusunu. Hesab edirik ki, oradakı 40 milyondan çox Azərbaycan türkü üçün ədalətli statusunu özünün orada müstəqil dövlətinin qurmasıdır və inşallah ki, orada çatacaq. Yəni, İranın bu bir davranması, biraz qərəzi davranması, düşmənçi, hər addımda düşmənçi eləməsi yeni bir şey deyil. Siz sualcı onunla başlamışdınız verişimiz ki, bu nə baş verir? Yəni, mahiyyətcə yeni bir şey yoxdur. Şəkil dəyişir, qabıq dəyişir və bu məsələdə İran var olduqca davam edəcək. Biz bunu mütəmadi buna hazırlığımız olmalıdır. Bu arada əziz tamaşaçılar, bir daha sizlərdən xahiş edirik, yayımı bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Hörmətli Fərəc bəy, Güney Azərbaycan məsələsindən bəhs elədiniz. Dost kanalların birində sizin maraqlı təkliflərinizə rast gəldik. Güney Azərbaycanla bağlı təkliflərinizi istəyərik Prime TV tamaşaçılarına da bölüşəsiniz ki, sizin həm də uzun illər öncə də bu istiqamətdə mən xatırlayıram, parlamentlərə çıxışlarınız olmuşdu, təklifləriniz olmuşdu. Bu istiqamətdə hansı mümkün addımlar atmalıyıq indiki məqamda ki, Azərbaycanın İran ərazisində, Güney Azərbaycan məsələsində xüsusilə yumuşaq gücü daha da möhkəmlənsin? Əvvəla onu sizə deyim ki, baxın, mən bir xatırlatma eləmək istəyirəm. Mən 2010-cu ildə ikinci dönəm parlamentə seçiləndə ki, mən 90-95-ci ildə signator deputat kimi parlamentdə olmuşam. 2010-cu ildə mənim ilk çıxışım Türkmənçay müqaviləsinin qüvvədən düşməsini tanımaq haqqında çağrışım olub. Salmaq yox, düşməsini tanımaq. Mən o vaxt izah edirdim ki, Türkmənçay müqaviləsi qüvvədən düşübdür. Çünki Azərbaycanı bölən imperiyalardan birisinin tərkibində olan Quzey Azərbaycan artıq müstəqildir. Yəni o imperiya tərəfindən artıq bu müstəqillik tanınıb və Quzey Azərbaycanın müstəqilliyində BMT-də İran da daxil olmağından, Rusiya da daxil olmağından hər kəs dövlət olaraq tanıyıbdır. Bu bir. İkinci bir tərəfdə 1975-ci il konvensiyasına görə işğala məruz qalan dövlətlər, onu işğal edən dövlətlərin təhdidlərini daşımırlar. Biz onların təhdidlərini daşımalı deyil. Yəni artıq müstəqil dövlət isə biz ərazi bütövlüyümüzü tam olaraq təmin etməliyik və suverenlik hər yerə tətbiq olunmalıdır. Suverenlik haqqımızda bir ifadə var ki, Azərbaycanın suverenliyi şəksizdir və bütün ərazidə tətbiq olunur. Bax, biz indi 2 ildir suverenlik bayramı keçirik. Qarabağda azad edəndən sonra. O nə idi? Suverenliyin hər yerə tətbiqinin sona çatmasıyla bağlı Quzey Azərbaycanda. Ona görə keçirik.
Mən o məsələni qaldırılır. Təbii ki, məqsədim biraz da fərqli idi. Təsir Güney Azərbaycan yönəli deyildi. Əgər Türkmənçay müqaviləsi qüvvədən düşərdisə, İrəvanın və Naxçıvan bilirsiniz ki, o Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyası təsvir keçmişdi. Və Azərbaycanı da əgər Quzey Azərbaycanı Rusiya müstəqil dövlət kimi tanıyırsa, onda İrəvan xanlığının tarihi sual altında gəlirdi. Bu nədir? Bu məsələyə İrəvan xanlığı məsələsində necə baxılmalıdır? O indi başqa yanaşmalardan Qərbi Azərbaycan icmasıcı fəaliyyət də göstərir, bizim əhalimiz ora qayıtması haqqında danışır. Bu başqa məsələdir ki, biz özümüz də milli təşkilat olaraqdan, partiyamız Milli İttifaq Hərəkatı olaraqdan 2005-ci ildən Qərbi Azərbaycan departamenti yaratmışdıq və bu məsələni qoymuşduq həmişə, mütəmadi olaraqdan. Amma bugün dövlət siyasətlə çevrilibdir və qayıtma məsələsi qoyur. Mən buna niyə xüsusi olaraq deyirəm? Bu, ardıcıl bir mübarizə olaraqdan hansı məqam varsa, onu dövlət səviyyəsində, ya ictimaiyyət səviyyəsində məsələyə baxılmalıdır. İkinci bir tərəfdən, mən keçən dəfə bir məsələ toxundum. Bugün İran məsələsi belə vəziyyətdə olduqda, Türkiyə və Azərbaycan İran məsələsini masaya yatırmalıdır. Bir ortaq bu məsələyə münasibət olmalıdır. Güney Azərbaycanda olan insanlarımıza münasibət haqqında soruşdu mərkəzlərə təkliflər vermişdim. Bir daha təkrarlayıram ki, Güneydən olan insanlarımıza münasibət tam dəyişməlidir. Onlar doğrudan doğruya buranın öz ana vətənləri hesab eləməli və buradan lazım olan dəstək görməlidir. Humanitər səviyyədir, mən bu keçən dəfə demişdim. Burada onların, kadrların hazırlanması, Güneyə göndərilməsi, qayıtması, təmin olunması olsun, ədəbiyyatla təmin olunması olsun, oradakı məhbusların falanın azadlığa çıxması, sonra buradakı QHT-lər, partiyalar səslərin qaldırmalıdır başqa. Mən 2002-ci ildə həbsdən çıxandan sonra Haqqada bir konferans oldu. Dünya Azərbaycan Konqresinin rəhbərliyində təmsil olundum və orada Azərbaycan İmadəliyin rəhbəri seçildim. O zaman da mən Haqqada bir təklif vermişdim ki, mühacirətdə Azərbaycan hakimiyyəti yaradılmalıdır. Mühacirətdə Azərbaycan parlament olmalıdır. Və bu parlamentin özünün komissiyaları olmalıdır. Xüsusən konstitusiyasını hazırlamalı. Onun təhlükəsizlik doktrinasını hazırlamaq və müəyyən adamlardan tərkibdən xüsusi komissiyaların gedib müəyyən dövlətlərdən danışması. Və bu təxminən 22 il əvvəl qaldırılan məsələlər o tərəfindən. Bugün o nə qədər aktualdır? Bugün özündə də xaricdə yaşayan Güney Azərbaycanda olan insanlarımız hərəsi öz təşkilatını saxlasın. Bir koordinasiya mərkəzi yaratmaq mümkündür ki, onlar artıq bu dediklərimizdən məşğul olsunlar. Sabah Güney Azərbaycanın istiqlalına qovuşanda onun konstitusiyası nə olacaqdır? Biz dünyəvi bir dövlət olacağıq, bizim baxışlarımız nədir? İqtisadiyyatımız nə olacaq? Hansı dövlətlərdən münasibətləri necə saxlayacaq? Bunu bütün dünya maraqlanır. Baxın, bəyəfəndi, mən sizə bir dənə epizod deyim, əgər izniniz varsa, yəni vaxtı. Əlbəttə, buyurun. Mən həbsdə olanda bir dənə məqalə yazdım. O Yeni Müsavat qəzetində çap olundu. 98-ci il idi gərək ki, yoxsa 97-ci il. Yazmışdım ki, bütün Azərbaycanı Böyük Ermənistan ideyasına müqayisə etmək yanlışdır. Məqalanın adı belə idi. Mən orada izah eləməyə çalışırdım ki, bütün Azərbaycan qurularsa, bölgəyə sabitlik gələcəkdir. Bu günləri Bəstər körfəzində, o zaman onu yazmışdım, Bəstər körfəzində İsrail, Amerika hər il 10 milyardlarla dollar xərcləyib gəmilər, hərbi gəmilər saxlamağa ehtiyac qalmayacaqdır. Havadan müdafiə sistemləri, müdafiə qübbələri qurmayacaqlar, ordu saxlamayacaqlar. Bu, Azərbaycan bir bazara çevriləcəkdir və dost bir dövlət olacaqdır. Yəni, o sərmayə fərqli yerlər axacaqdır. Mən bunu niyə deyirəm? Çox qəribə bir şey baş verdi. Məqalə çap olundan sonra Amerika Birləşmiş Ştatlarının səfirinin müavini həbsxanaya məndən görüşə gəldi. Bu məqaləni müzakirə eləməklə bağlı olaraq. Onlar bu məsələdən çox ciddi şəkildə maraqlanırdılar. Sonra mən Yeni Dünya Düzəni Siyasətində Azərbaycan yeri və rolu kitab yazında onu Amerika Kanada da həmin o müavinə aparıb göndərmişdi. Onlar İngilizcə çap eləmək haqqında da orada fikirləri var idi. Mən nə deyim, bu bir xırda bir detaldır. Mən bir məhbus olaraqdan bir təklifimi və Azərbaycanın gələcəyini bölgədə kilit yerdə təklif edirəm, amma bu təkliflər bu qədər maraqlı olur. Təsəvvür edin ki, Güney Azərbaycan Türklərinin qurduğu müxtəlif dərnəklər, təşkilatlar bu günləri bir koordinasiya mərkəzi yaratsa, hərəsi üçün görsün, birləşməsinlər. Rəhbər falan olmasın, koordinasiya olsunlar. Və ortaq olaraq bunlar mühacirət hakimiyyəti, mühacirət parlamenti, komissiyalar, insan haqları ilə bağlı olaraq da sabahki Azərbaycanın baxışları, dost dövlətlər kim olacaq, düşmən dövlət kim olacaq, müvəyyət proqramından imtina edəcək falan kimi çıxışlar edib, müəyyən dövlətlərlə danışsa, Azərbaycanın, Güney Azərbaycanın daxilində sabah baş verəcək hərəkata
ən azından yardım eləməsələr belə mane olmayacaqdılar. Yəni indi dünya daha çox nədən qorxur? Məsələn, qorxurlar ki, o qarşılıqdan sonra, dəyişdən sonra nə çıxa bilər ortaya? Bugün Amerika Birləşmiş Ştatları İrana niyə çox da sərt şəkildə danışmaq istənir? Çünki bilmirlər ki, orada nüvə komponenti tam olaraq uran sona zənginləşdirib tutarıq mı, yoxsa yox? Çünki bomba almaq üçün 92% zənginləşmə lazım məncə, ya 94. Bunlar 78% deyil. Amma mən xatırlayıram ki, 2-3 il əvvəl bir araşdırmacılar və ümumiyyətlə bu MAGATE-dən olan mütəxəssislər deyirlər ki, İrana 15-20 gün lazım ki, bombanı azlasınlar. Hətta indi bəzi məlumatlar var ki, məxfi məlumatlar deyirlər ki, İranın 5-6 ədəd atom bombası belə başlığı vardır və düşünürlər ki, uzaq mənzilli raketlər istehsal etməklə məşğuldur. Sabah İranda bir məsələ olarsa, onlar bundan istifadə edirlər, yoxsa yox? Bu çox ciddi bir sualdır. Yəni bu, xüsusi olaraq bunu mən ona görə qeyd edirəm ki, bəzən Rusiyanın məsələn, dağılmasından çox da dağılıb belə, yıpranıb aradan çıxmasına niyə istəmirlər? Atom silahına görə. Bilirlər orada hansı dövlətlər yaranar, kimin əlinə keçər bu. Ukraynanın başına gördünüz nə anlaşdı? 94-cü ildə var idi. Onun hamısını aldı əlində, kiminə qədər nüvə var. Eyni zamanda Qazaxıstanın da, bəli. Eyni zamanda Qazaxıstanın da. Yəni, dünyada böyük güclər ki vardır ki, bunlar artıq bir ortaq bəzi şeylərdə, güya ki, bir çox məsələlərdə rəqabətdələr, amma ciddi məsələlərdə, prioritet daşıyan məsələlərdə ortaq davrana bilirlər. Onlar bu məsələləri nəzərə alırlar. Mən Güney Azərbaycan məsələsini yenə qayıtmaq istəyirəm. Bizim insanlarımız fəal olarsa, bu istiqamətlərdə akademik çalışma ortaya qoyarlarsa, yəni diletant mübarizə yox, vərəq paylamaq, haykü salmaq falan, onu mən demirəm. Təbii, küçələrdə insanların şüar deməsi də vərəq yapışdırması da lazımdır, aydındır. Amma diasporada olan insanlarımız, təşkilatlarımızın da bu məsələdə verdiyi ciddi şəkildə bu məsələlərdə dəstək olmalıdır mən hesab edirəm. Ona görə mən sizinlə keçən söhbətimizdə verdiyim təkliflərə bunları da əlavə etmək istəyirəm ki, bu məsələlərdə çalışmaq lazımdır və bu o demək deyil ki, Güney Azərbaycan türkləri özləri bu işlə təkcə məşğul olsunlar. Bu o demək deyil. İşin ortasında onlar olsunlar. Təqdimatı onlar geçsinlər, edəsinlər. Amma onlara bizim tarixçilərimiz, quzeydən olan tarixçilərimiz, ya Anadolu türkləri içərisində olan iqtisadçılarımız, başqaları yardım eləsinlər o planların, proqramların hazırlanması. Güney Azərbaycan türkləri dünyanın hər yerindən Azərbaycan türkləri içərisindən artıq baxsınlar, kadr bankı hazırlasınlar. Hansı mütəxəssislər vardır? Bizim gərək hazır olalım. Biz bu günləri bilməliyik. Təbriz idarə etməsi başlayacaqsa kimlərimiz olmalıdır, hansı sənaye müəssisələri olacaq, hansı istiqamətdə iqtisadiyyatını inkişaf edəcəkdir, biz hansı dövlətlərlə əlaqə saxlaya bilərik. Və mən belə başa düşdüm ki, hörmətli Fərəc bəy, bu təkliflərlə yanaşı həm də siz bunu da bildirirsiniz ki, bizim İranla bağlı tutaq ki, soyuq münasibətlərimiz, bu addımlarımız, çağırışlarımız ki, olur bəzən ki, münasibətlər soyuqlaşdıqda, misal üçün bəzi hətta sərt çıxışlarımız da olur. Bu situativ xarakter daşımamalıdır. Bizim strateji hədəfimiz olmalıdır. Tamamilə. Mən açıq deyim sizə, mən İrana keçmiş kimi baxıram, İran imperiyasına. Və baxışlarım da gələcək o ərazidə olacaq Azərbaycan dövlətinin, Güney Azərbaycan dövlətinin çıxarları baxımından məsələyə yanaşıram. Mən bəzən bəzi fikirlər deyirəm, 30 il keçib, sonra mənə təsdiqləyirlər, o arada mənə belə qəribə baxırlar. Mən 22-27 il əvvəl bir kitab yazdım yeni dünya üzərində, orada Turan, transkontinental Turan, Avrasiya bloku modelləşdirdim, mənə qəribə baxırdılar. Mən Güney Azərbaycan departamenti yaratmışdım, Əlica bəyin rəhbərliyindən burada fəaliyyət göstərdiyi qəribə baxırdılar. Biz Borçalı departamenti yaratmışdıq, ərazi iddiası kimi baxırdılar. Biz qəribə Azərbaycan icması yaratmışdıq, bugün dövlət siyasətine çevirdik, qəribə baxırdılar. Amma üstəlik 10 il, 15 il, 30 il keçəndən sonra fərqli baxırlar. Bugün situasiya yetişibdir. Mən keçən dəfə sizə söhbətdə dedim, bu məsələni danışdıq bir, artıq İran məsələsini ən azından Türkiyə və Azərbaycan ikisi birlikdə masaya yatırmalıdır. Hakan Fidan, hörmətli Hakan Fidan bəy, elə sıradan bir adam deyil, vaxt edir. O əvvəlki görəvi də bitdi olubdur. O bölgədə nə baş verdiyini, kimin kimə bağlı olduğunu, hansı gücün hansı yerdə olduğunu çox gözəl bilir. İlin günün bu bir vaxtında, bu vaxt Hakan Fidan birdən-birə Güney Azərbaycan türklərini İran mollaların sifətində şillə kimi vurmazdı. O nə baş verdiyini çox gözəl bilir. Oradakı vəziyyəti çox gözəl bilir. Biz bu məsələlərdə ən gözəl müdafiə hücumdur. Azərbaycan dövləti İran kimi imperiyadan qorunması üçün hücum taktikası yürütməlidir. Biz Ermənistanın uzun illər sülh danışığı haqqında söhbət edirdik. Mən amma siyasətdə olduğum müddətdən yeganə fikrim buydu ki, bu məsələnin yolu hərbi siyasi yoldur.
Gördünüz ki, Ermənistana hərbi yoldan sillərini vuran kimi indi sülh üçün yalvarış içərisindədirlər. Artıq o maddələri də artıq baxıb tutardılar o 7 maddədə. Razılaşırlar. Doğru. Ya İran özündən çıxanda bizim prezidentimiz Araz çayı qırağında bizə izah verdiyi Halop raketini tumarlamağız ya bizim təlim çeşməyimiz, ya İranın qırıcıları gəlmişdə Bakı üzərində uçurdu, xeyli əvvəl elə hatırlayırsınızsa. Özdə bir şeylər də yox da mən sizə deyim. Onlarda deməli təyyarələri F-16'lardır, xarab təyyarələrdir çoxsu, çünki onların hissələrini vermirlər Amerikanlar onlara. Bir də ki, su təyyarələrdə onlar da sıradan çıxıbdılar. Və Allah biraz bunların quru qoşunları var. Gəmilər də o gündədir, bərbad gündədir. Gəlmişlər uçurdular, amma Türkiyə, qardaş respublikamızdan şahinlər gəlib burada uçan kimi o təyyarələrin də izi sola qalmadı. Elə quru qoşunlardan danışmışkən, quru qoşunlar da təlim keçirən kimi Bozqurdla mesajlar verirlər. Yəni oradakı da düz məlumdur. Genelkurmay başkanları belə türkdür orada. Ordunun 60-70% türkdür. Siz demişkən, təlim keçənlərdə Bozqurd işarəsilə salamlaşırlar. O demək ki, onlar öz anasını, atasını yağınlardılar, onlara silah qaldırmayacaqdılar. Ona görə biz biraz da dişli, biraz da çəkinmədən, iddialı şəkildə ortaya mövqe qoymalıyıq. Birinci milli məsələlərdən siz bir türk millətçisi, gənc olaraqdan mən sizin kimi gənclərlə fəxr edirəm. Nə yaxşı sizlər varsınız. Bilirsiniz, birinci cidanı sualda gizlətməzlər. Milli marağı gizlətməzlər. Milli maraq elan olmalı. Bugün olmazsa bu olur. Amma gənclər, Azərbaycan anadan olan uşaqlar belə milli hədəflərimizi bilməlidir ki, biz nə istəyirik. Bu bir. İkinci, iddialı olmaq lazımdır. Biz səngərlərdən çıxmalıyıq ki, zaten uzun müddətdə Azərbaycan siyasətində, diplomatiyasında və hərbi sahədə bu baş verir ki, mən bunu ardıcıl olaraq müdafiə edirəm bu xətti. Biz düşmənlərimizlə artıq bu qazanc məsələ haqqında düşünməliyik. Mən bu kitab haqqında danışdım. Yeni dünya düzenində iki cür dövlətlər olacaq. Ya idarə edənlər, ya idarə olunanlar. Biz idarə olunan olmamalıyıq. İdarə edən olmaq üçün də iddialı olmalıyıq. Bütün potensialımız var. Həm coğrafi mövqeyimiz vardır, industrial qaynaqlarımız vardır, müttəfiqlərimiz vardır, artan dövləti demokratik göstəricilərimiz vardır. Türk zolağı dünyanın anakonda kimi bütün hər yerdə sarınan bir zolağımız vardır, biz onun içindəyik və s. və ilə axır. Biz iddialı şəkildə bəlkə yeni bir doktrinlə işləmək lazımdır. Bəlkə Azərbaycan siyasətçiləri ilə müxalifətdə olan siyasətçilər olsun, hakimiyyətdə olan araşdırma mərkəzləri, strateji mərkəzlər bir yerdə oturub yeni bir doktrini hazırlanmalıyıq. Bu yeni dünya düzəni başqa formada cillə mümkündür. Və bu masada İran məsələsini ayrıca müzakirə vermək bəlkə lazımdır. Və məncə lazımdır. Yəni biz təkcə o kimisə dalınca getmək, gözləmək, kim nə edəcək yox. O günlük olaraq siyasətin müəyyənləşməsində, strateji olaraq siyasətin müəyyənləşməsində biz artıq iştirakçı kimi yerimizi təmin etməliyik. Bir daha bildirəm ki, bu məsələlərdə bizim kifayət qədər ciddi potensialımız var. Hörmətli Fərəc bəy, sizə təşəkkürümüzü bildiririk. Bu dəyərli fikirlər üçün, dəyərli təkliflər üçün. Mən də sizinlə eyni fikirləri bölüşürəm. Ümid eləyək ki, tez bir zamanda həqiqətən də İranla bağlı daha ciddi addımlar atacağıq. Xüsusilə həmin o güneyli soydaşlarımızın haqq və hüquqlarının müdafiəsi ilə bağlı bizim qeydlərimiz də aktiv fəaliyyətə start verəcəklər. Bir daha minnətdarlığımı bildirirəm. Çox sağ olun, vaxt ayırdınız. Sağ olun, təşəkkür edirəm.